Onlar sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə yaxud siper arxasından hamılıqla vuruşarlar. Öz aralarındakı vuruşmaları isə çox şiddətlidir. Sən onların həmrəy olduqlarını zənn edərsən. Halbuki qəlbləri müxtəlif düşüncələr içindədir. Çünki onlar dərk etməyən bir tayfadır. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ölkəsinin Husilərə qarşı hücumlarını dayandırdığını bildirdi. İsrailin 12-ci kanalının mütəxəssisi Yemen ilə ABŞ arasında atəşkəs ilə bağlı bildirib ki, hazırda dramatik bir dəyişiklik baş verib. Bu, İsrail üçün çox pis bir xəbərdir. Trumpdan böyük gözləntilərimiz var idi. Lakin indi İsrail tək qalıb və bu bizim üçün təhlükəli nəticələr doğuracaq. Təəssüf ki, açıq şəkildə etiraf etməliyik ki, Amerikalılardan çox acı bir zərbə aldıq. İsrail Ordu Radyosu, Amerika Birleşik Devletleri Başkanı Donald Trump'ın İsrail Başbakanı Benjamin Netanyahu ile teması kesme kararı aldığını bildirdi. Verilən məlumata görə Trumpla Netanyahu arasında münasibətlər ən aşağı səviyyəyə düşüb. İndi Trumpın Netanyahuya doğru yola qayıtması üçün təzyiq etdiyi iddia edilir. Donald Trumpa yaxın mənbələr bildirir ki, Trump deyib ki, Netanyahu bizimlə oyun oynayır. Razılaşdığımızı həyata keçirmir. Güzəştə getmək istəmir. İsrail rəsmisi isə öz açıqlamasında biz bir müttəfiqdən bircə müharibə planı ilə bağlı məlumat istəyirik, lakin cavab bir gün sonra gəlir. Bu qəbul edilməzdir deyə bildirib. Həmçinin Trumpın hazırki böhran şəraitində İsrailə səfər etməyəcəyi və Qüdsdən uzaq qalacağı bildirilir. Onun əsasən Səudiyyə Ərəbistanına səfər edəcəyi və Vəliyyət Məhəmməd bin Salmanla görüşəcəyi bildirilir. İsrail mediası isə belə bildirib ki, Trump və Netanyahu arasındakı gərginlik əsasən İran və Yəmənlə bağlı fərqli yanaşmalardan yaranıb. Trump nüvə məsələsində Tehranı təhdid olaraq qiymətləndirdi. Netanyahu isə bu siyasəti dəstəklədi. Lakin İran, Yəmən və digər regionlarda ABŞ və İsrailin maraqlarına qarşı müqavimət göstərərək öz nüfuzunu artırmağa çalışır. Yəməndəki müharibədə İranın Husilərə dəstək verməsi İsrailin təhlükəsizliyi üçün narahatlıq yaradır. Hazırda Trumpın İranla bağlı yumşaq siyasəti və Yəmənə müdaxilə etməməsi, yəni atəşkəsi imzalaması Netanyahu tərəfindən tənqid edilib. Bu da onların münasibətlərində gərginlik yaratmışdı. Donald Trump Yəmənlə mübarizədə uğur qazana bilmədiyini anladıqda geri çəkilməyə qərar verdi və İsrailin baş naziri Benjamin Netanyahu ilə əlaqələri minimuma endirməyi seçdi. Trump bir iş adamıdır. Qazanc olmadığı yerdə uzun müddət qalmaz. Trumpın qarşısında iki seçim vardı. 1. Siyonist rejimə dəstək verərək Yəməndə qalmaq və milyardlarla dollar itirmək. 2. Maliyyə maraqlarını üstün tutaraq qardaşını yarı yolda buraxmaq. Trump öz üslubuna sadiq qalaraq ikinci yolu seçdi. Netanyahunu köhnəlmiş bir parça kimi ataraq maliyyə maraqlarını üstün tutdu. Allah zəmanəmizdə baş verən hadisələr vasitəsilə bizimlə danışır. Hər bir Quran ayəsi baş verən hadisələr vasitəsilə sanki dil açaraq bizimlə söhbət edir. Onlar sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə yaxud siper arxasından hamılıqla vuruşarlar. Öz aralarındakı vuruşmaları isə çox şiddətlidir. Sən onların həmrəy olduqlarını zənn edərsən. Halbuki qəlbləri müxtəlif düşüncələr içindədir. Çünki onlar dərk etməyən bir tayfadır. Vuruşmaları isə çox şiddətlidir. Sən onların həmrəy olduqlarını zənn edərsən. Halbuki qəlbləri müxtəlif düşüncələr içindədir. Çünki onlar dərk etməyən bir tayfadır. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ölkəsinin Husilərə qarşı hücumlarını dayandırdığını bildirdi. İsrailin 12-ci kanalının mütəxəssisi Yemen ilə ABŞ arasında atəşkəs ilə bağlı bildirib ki, hazırda dramatik bir dəyişiklik baş verib. Bu, İsrail üçün çox pis bir xəbərdir. Trumpdan böyük gözləntilərimiz var idi. Lakin indi İsrail tək qalıb və bu bizim üçün təhlükəli nəticələr doğuracaq. Təəssüf ki, açıq şəkildə etiraf etməliyik ki, Amerikalılardan çox acı bir zərbə aldıq. İsrail Ordu Radyosu, Amerika Birleşik Devletleri Başkanı Donald Trump'ın İsrail Başbakanı Benjamin Netanyahu ile teması kesme kararı aldığını bildirdi. Verilən məlumata görə Trumpla Netanyahu arasında münasibətlər ən aşağı səviyyəyə düşüb. İndi Trumpın Netanyahuya doğru yola qayıtması üçün təzyiq etdiyi iddia edilir. Donald Trumpa yaxın mənbələr bildirir ki, Trump deyib ki, Netanyahu bizimlə oyun oynayır. Razılaşdığımızı həyata keçirmir. Güzəştə getmək istəmir. İsrail rəsmisi isə öz açıqlamasında biz bir müttəfiqdən bircə müharibə planı ilə bağlı məlumat istəyirik, lakin cavab bir gün sonra gəlir. Bu qəbul edilməzdir deyə bildirib. Həmçinin Trumpın hazırki böhran şəraitində İsrailə səfər etməyəcəyi və Qüdsdən uzaq qalacağı bildirilir. Onun əsasən Səudiyyə Ərəbistanına səfər edəcəyi və Vəliyyət Məhəmməd bin Salmanla görüşəcəyi bildirilir. İsrail mediası isə belə bildirib ki, Trump və Netanyahu arasındakı gərginlik əsasən İran və Yəmənlə bağlı fərqli yanaşmalardan yaranıb. Trump nüvə məsələsində Tehranı təhdid olaraq qiymətləndirdi. Netanyahu isə bu siyasəti dəstəklədi. Lakin İran, Yəmən və digər regionlarda ABŞ və İsrailin maraqlarına qarşı müqavimət göstərərək öz nüfuzunu artırmağa çalışır. Yəməndəki müharibədə İranın Husilərə dəstək verməsi İsrailin təhlükəsizliyi üçün narahatlıq yaradır. Hazırda Trumpın İranla bağlı yumşaq siyasəti və Yəmənə müdaxilə etməməsi, yəni atəşkəsi imzalaması Netanyahu tərəfindən tənqid edilib. Bu da onların münasibətlərində gərginlik yaratmışdı. Donald Trump Yəmənlə mübarizədə uğur qazana bilmədiyini anladıqda geri çəkilməyə qərar verdi və İsrailin baş naziri Benjamin Netanyahu ilə əlaqələri minimuma endirməyi seçdi. Trump bir iş adamıdır.
Qazanc olmadığı yerdə uzun müddət qalmaz. Trumpın qarşısında iki seçim vardı. 1. Siyonist rejimə dəstək verərək Yəməndə qalmaq və milyardlarla dollar itirmək. 2. Maliyyə maraqlarını üstün tutaraq qardaşını yarı yolda buraxmaq. Trump öz üslubuna sadiq qalaraq ikinci yolu seçdi. Netanyahunu köhnəlmiş bir parça kimi ataraq maliyyə maraqlarını üstün tutdu. Allah zəmanəmizdə baş verən hadisələr vasitəsilə bizimlə danışır. Hər bir Quran ayəsi baş verən hadisələr vasitəsilə sanki dil açaraq bizimlə söhbət edir. Onlar sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə, yaxud siper arxasından hamlıqla vuruşarlar. Öz aralarındakı vuruşmaları isə çox şiddətlidir. Sən onların həmrəy olduqlarını zənn edərsən. Halbuki qəlbləri müxtəlif düşüncələr içindədir. Çünki onlar dərk etməyən bir tayfadır.